İzləyicilər, baxın, saplama qaydasını göstərirəm, sonra ikinci videoda da ki, tikişlərini göstərəcəm. Saplayanda bax, lapka həmişə yuxarıda olsun, mütləq. Birinci çernoka sap yığanda bunu belə elədiniz, tam motor söhbəti burada özü avtomatik yanacaq. 6 millilik şeydir, zigzag atdımı, 100 watt motordur, işlədənlər bilir, qutarmışdı, yenidən gəldi. Bir dənə səhifədə mən paylaşacağım, bəyənin, Instagramda da takip atın, saplama qaydası. Buradan keçdik, baxın diqqətlə, buradan qalxdıq. Burada dəmir olacaq, olmasa bunu fırladıq. Sağdan sonra. Çünki rayonlara sifarişimiz çoxdur, bir dəfəlik sırğalardan keçdik, lapkanı yendirin. Burada gəlin düz şişə qoyun. Avtomatik saplaması var, baxın. Avtomatik bunu yendirirsiniz, bax hamısını bir-bir göstərir. Verdiniz qabağa. Məsələn, deyək ki, Rusun zısı kimi, baba, belə gətdiniz, bunu buraxmırsınız. Saxladınız belə, diqqətlə bax. Bıraxdınız, çox rahat. Arxadan sapı keçirdi. Bu belə. Tikişləri dəyişəndə iynə aşağıdadırsa olmaz. Əllə qaldırasınız, sonra dəyişərsiniz. İndi keçəcəm ikinci videoda tikişlərini göstərməyə.